Əfsanəyə dönən şəhid generalımız Polad Həşimovla bağlıdır indi ekranlarınıza gətirəcəyimiz süjet. Onun ən sevdiyi mahnı biri sənsən, biri mən mahnısıymış. Bu dəfə özü dinləyə bilməsə də bu nəğməni öz evində ruhuna ithaf edildi. Ruhun şad olsun, cənab general. Bir kulağın, iki gözün, biri sensen, sensen, biri mən yar. Ziyarətdə tanınmış aktyor Füzuli Hüseynov da iştirak edib və ailəyə mənəvi dəstək olub. Mənim atam qəhrəmandır layihəsinin rəhbəri Cəlal Qurbanov bildirib ki, Polad Həşimov bu nəğməni xüsusi bir sevgi ilə dinləyər, hər səsində ana məhəbbətini və vətənə sədaqəti hiss edərdi. Bu dəfə həmin nəğmə şəhid ocağında səslənərək yalnız musiqi deyil, xalqın minnətdarlığına, bir ananın göz yaşına, vətən sevgisinə çevrildi.